göstərim. Yeni vlog çəkirəm. Bugün baxım günümdür. Və markete getmişdim və özümə belə bir şeylər aldım. İndi sizlərə göstərəcəm. Deməli, belə bir saqqız. Bu saqqız çox dadlıdır və belə bir jelibon kimi bir şey. Bu da çox ləzzətlidir. Bunun qiyməti 40 qəpikdir biri. Alıb yemişdim, yenə alırım. Ümid edirəm sizlər üçün maraqlı və faydalı bir kontent olar. Çünki getdiyim lazeri sizlər üçün ətraflı çəkmişəm. İlk öncə gəlin sizlərə bura necə getmək lazımdır onu izah edeyim. Deməli, Nizami metro stansiyasından çıxırsınız. Nə sağ, nə sola dönmürsünüz. Sadəcə düzünə gedirsiniz və gördüyünüz kimi burada Qoç əti restoranı var. Qoç əti restoranından dönürsünüz. Buradan beləcə üzü düz belə gedəcəksiniz. Oba marketi görürsünüz və s. Ora gedirsiniz düzünə. Qabaqda siz görəcəksiniz ki, orada tac yeri var. Bəli, tacdan buradan tam görürsünüz ki, yolu keçmədən dönürsünüz sağa. Sağa dönürsünüz və biraz addım gedəndən sonra orada siz Medi House-u görəcəksiniz və gördüyünüz kimi mən artıq Medi House-a çatmışam və sizlərə Gülə xanımla bir yerdə ətraflı diod lazer haqqında məlumatlar verəcək. Qətiyyən reklam deyil, tam səmimi. Mən bu lazerə artıq bir neçə aylardır gedirəm və nəticəsini görürəm. Tam ağrısız və rahat bir formada siz lazerinizi etmiş olursunuz. Həm də ki, Gülə xanım o qədər səmimi və gözəl insandır ki, siz bu lazerə bir də gedəcəksiniz. Məncə elə getdiyiniz lazeroloqdan, xasiyyətindən və gördüyü əl işindən çox şeylər asılıdır. Burada növbəmi gözləyirdim və indi isə ətraflı gəlin göstərim. İlk öncə baxın, belə bir jile fason bir şey sizlərə çəkilir. Lazerolog Gülə xanımın yanına gəlmişəm. Əl işləri çox gözəldir, qızıldır həqiqətən də. Bayaq da sizlərə çəkdiyim kimi Medi House-a gəlmişəm. Yolu da sizlərə ətraflı göstərmişəm. Qiymətlər fərqlidir, amma qalıcılığı möhtəşəmdir. Mən diod lazerini o qədər bəyənmirdim əvvələ, çünki Aleksandritə gedəndə hamı diodu pisləyirdi. Amma sonra diod lazerindən tanış olandan sonra Gülə xanımın sayəsində heç vaxt Aleksandritə bir də getmərəm, onu da qeyd edeyim. Siz nə deyə bilərsiniz Gülə xanım? Hoş gəlmisən İrəm. Bizi seçdiyin üçün təşəkkür edirəm sənə. Çox sağ olun. Yəni xanımlara demək istəyirəm, əgər kimin sarı tüklərlə, qarmanan tüklərlə, ləkələrlə problem varsa, bizə müraciət edə bilərlər. Sonra çəllək dərsi deyirlər, loru dilində toyuq dərsi deyirlər. Yəni kimin elə bir problemi var, yenə də bizə müraciət edə bilərlər. Bizi də sınasınlar, inşallah çox razı qalarlar. Mən həqiqətən çox razıyam. Onu da qeyd edeyim ki, bəzi nahiyələr var ki, qaraltılar varsa onu da işlənilir. Qaraltılar da aradan gedilir. Bir də tam ağrısızdır. Yəni başqa lazerdə olsaydım indi atılırdım yerdən. Mənim dərim elədir ki, çox həssasdır. Amma baxırsınız ki, heç bir ağrısız, sızıltısız, tam rahat şəkildə sizin lazeriniz olunur. Mütləq sizlərə Instagramı da qeyd edəcəm. Yaxınlaşarsınız. Mənim lazeroloqum Gülə xanımdır. Çox bəyənirəm əl işini. Sizə də sırf Gülə xanıma tövsiyə edirəm. Teşekkür. Lazerdən də çıxdım. Sizlərə onu da qeyd eləmək istəyirəm ki, yəni həqiqətən də Gülə xanımın əl işi möhtəşəmdir. Lazer gözəldir, diod lazer falan hər şeydə, yəni amma lazeroloqdan da çox şey asılıdır. Həm o qədər möhtəşəm əl işləri var, həm o qədər mehriban insandır ki, yəni bir yerə getmək istəyəndə, bilmirəm, maşın səsindən səslərim gəlir, maşın səsindən. Yəni bir yerə gedirsinizsə, əgər sizi necə qarşılayırlarsa, yaxşı, o yerə yenə getmək istəyirsiniz. Və həm Gülə xanımın həm xasiyyəti gözəldir, həm də əl işləri möhtəşəmdir. Səhifəsini mütləq buralarda taq eləyəcəm, aşağıda da qeyd eləyəcəm mütləq. Rəy bölmələrində də, şərh bölməsində də qeyd eləyəcəm. Yazıb, yəni Gülə xanımın özünə elə yazarsınız. Yolu da sizlərə göstərdim, necə gəlmək lazımdır. Yəni mən diod lazerini çox bəyənirəm. Hətta onu da deyim ki, çox sterildir. Baxın, nəticə möhtəşəmdir. Yəni mən o qədər bəyənirəm ki, bu lazeri. Həm lazerdən sonra yanma qoxu da yoxdur. Tam rahat şəkildə lazerinizi eləyib gəzməyə də gedə bilirsiniz.
həm də ki çox sterildir həqiqətən. Lazerlərin başlıqları var. Onu belə hər dəfə dəyişirlər, yəni sizə özəl olur. Həm çox sterildir, həm çox rahatdır, həm çox gözəldir. Yəni bir sözlə möhtəşəmdir. Sizlərə qolumu çəkirəm. Ətrafdan da baxırlar ki, bu dəlidir, nədir? Özünə danışır, video çəkir. Aşağı sizlərə mütləq səhifəni qeyd eləyəcəm. Mütləq Gülə xanıma yazılarsınız. Belə 28 Moldayam. Günorta yeməyi Sezar götürdüm. Libero'dan. Su qiyməti də tutdu 5 manat 87 qəpik. Ayrıca bu isə 30 qəpik idi. Sizlərə onu öncəliklə qeyd etmək istəyirəm ki, Libero'dan aldığım bu Sezar salatından sonra həqiqətən halım çox pisləşmişdi. Tərkibində o qədər mayonez var ki, o qədər sos vurublar ki, həm ürək bulandırıcıdır. Burada gələndə ilk dəfə yeyəndə bəyəndim. Dadını dedim ki, hə yaxşıdır. Sadəcə sosu elə bir tamlı idi, amma ona fikir vermədim. Amma sonralar artıq fikir verdim ki, yəni ikinci dəfə də gəlib yeyəndə fikir verdim ki, çox bərbaddır və mənə çox pis təsir elədi. Özəlliklə əgər sizin qastritiniz varsa, heç məsləhətli deyil, yəni belə yerlərdən yemək yeməyiniz və oradan da çıxandan sonra özümə Ali Veneno'dan kitab aldım və sizlərə çəkirəm. Hal-hazırda gördüyünüz kimi hansı kitabı almışam? Dnevnik Pameti kitabını aldım. Və onu da qeyd edeyim ki, qəti reklam deyil. Daimi getdiyim lazer ustası Gülə xanımın yanına gedirəm və diod lazerini də çox bəyənirəm. Sizlərə də istədim ki, tövsiyə edeyim, sizlərlə də bölüşüm hara gedirəm və haranı çox bəyənirəm. Yəni mən bir neçə dəfələrlə getmişəm, razı qalmışam deyə sizlərə də tövsiyə edirəm və Gülə xanımın dediyim kimi Instagramını burada da qeyd edəcəm və aşağıda tapa bilməsəniz mütləq aşağıda rəy bölmələrində də olacaq. Keçid edib baxa bilərsiniz və səhifə yeni səhifədir, amma Lazer Okeanı illərin ustası sadəcə səhifəni yeni açıbdır. Siz sadəcə direktə yaza bilərsiniz Gülə xanıma və gedə bilərsiniz və siz də möhtəşəm nəticələr əldə edəcəksiniz. Və keçən dəfəki vloglarda da sizlərə göstərmişdim. Belə bir planer almışdım. Artıq istifadə edirəm. Və burada baxın, belə bir nakleykası var idi Susa. Həqiqətən yəni yaxşıdır. Sadıqova Səbinə elə yaxşı oldu. Burada da adımı yazdım. Sonra növbəti səhifələrdə belə bəzədim. Və burada özünə əslində rusca yazıram. Nəyə görə? Çünki rus sektoruyam. Amma bloqu Azərbaycan dilində yürütmək istədim təbii ki, öz dilimizdə. Deməli, burada indi mən plus qoyacağım. Payçina lazer dioda yazmır. Plus qoyuram çünki bu hazır. Bunlara sonra, yəni сделать nöqsi, yəni dırnağa getmək, brovki payçi, yəni qaşlarıma gedəcəm. Gulять minimum 10 tысяч шагов, yəni minimum 10.000 addım yerimək. İndi baxacağım görüm nə qədər addımım var. Baxdım 9041 addımdır. Onu da gün ərzində tamamlayanda plus qoyacağım bura və növbəti 27-sinə də artıq hazırlamışam. Və sizə bu səhifəmi də göstərmək istəyirəm. Ən axırda. Deməli, burada da mən sizlərə əvvəlki videolarımda bilmirəm, məni çoxdandan da izləyən izləyicilərim bilir ki, mən diyet tutanda belə bir cədvəl özümə qururam. 4 həftədən, yəni bir aydan ibarət olan, həftənin 7 günündən və hər gününü belə qalçıqalayıram ki, bugün bitibdir. Burada əvvəlki kilomu, sonra və minusu yazıram və bir həftə, 2, 3, 4 həftədən sonraki nə qədər kilolarım gelirsə özümə bunları qeyd edirəm. Həqiqətən çox rahatdır. Bu metodu özüm tapmışam və çox rahat metoddur və həqiqətən motivasiya edir adamı. İndi isə mən bura yazacağım əvvəlki kilomu. Bu səhər ölçmüşəm. Həqiqətən də özüm də şokdaydım, amma sizlərə də bölüşəcəm. 60 kilo 600 qram. Nəysə, arıqlamalıyıq mütləq. Baxacaq birinci həftədən sonra, yəni ayın 1-i, aprelin 1-i mən nə qədər kilo olacamsa. Onları qeyd edəcəm. Sizlərə də nəticələri irəlidəki vloglarda mütləq paylaşacağım. Mən də indi dırnaq ustamı gözləyənə qədər aldığım kitabı oxumaq istəyirəm. Çox maraqlıdır. Orada da baxdım. Bunun filminə də baxmışdım. Dnevnik Pameti. Kitabını da oxumaq istədim. Özümə məqsəd qoymuşam əslində. Kitablar oxumaq istəyirəm. Çox da elə kitab oxumağı sevən biri deyiləm, amma mütləq ki başlamaq istədim.
həvəs yaranmışkən başlamaq lazımdır. Həm də ki, stres azaldır. Mən yəni oxuyanda nə isə, yəni depressiyadan uzaqlaşıram, ona görə özümə kitab aldım. Bu da nəticə. Çox bəyəndim, metalik seçdim rəngi. Qəşəngdir məncə. Çoxdan da metalik dırnaq istəyirdim. Çox bəyəndim. Nəticəyə bayıldım. Həqiqətən bugün baxım günümdür. Həm lazerə getdim, həm qaşıma yazıldım, həm də ki dırnaqlarıma şıllak elədim. Çox qəşəng, çox bəyəndim. Siz də rəylərdə yazarsınız. Ümumiyyətlə belə dırnaq sevirsiniz ya yox. Və uzun ya qısa, oval ya kvadrat. Mənim qısa kvadrat, elə bu tipli forma xoşuma gəlir. Çünki rahatdır həqiqətən də. Belə, bu da mənim dırnaqlarım. Ay, çox mutluyum. Növbəti gündən salamlar. Bloqu davam edirəm və dırnaqlarımı sizə belə göstərim. Mən bəyəndim, qəşəngdir. Çoxdan da belə metalik istəyirdim. Siz də rəylərdə yazarsınız necədir. Mən sizə bəyəndim, yəni qeyri-adi oldu. Üzükləri də taxdım, yəni belə görsənir. Yol üstü sizlərə nə almışam onu da göstərmək istədim. İsananın Günümüz o qədər maraqlı keçib ki, çox çəkməmişəm, popcorn alıb gedirik. Onu aldım, istifadə bulvar tərəfə. Və bir çoxlarınızın tanıdığı Essence-in bu tuşunu da aldım. Bunu da sevərək Siz bir istifadə də edirəm. Bakıya bu tərəfdən baxın. Çox qəşəngdir. Telefonum düşməsə yaxşı. Mən buradayım. Halleluya. Özümə belə tuş aldım. Çoxunuz bunu olsa tanıyırsınız. Essence-in bu tuşunu. Sadəcə bunun originalı var və podelkası. Originalını bilmək üçün baxın burada həmişə QR kod olur. QR kod hissəsi olur. Varsa bu originaldır. Mən bunu aldım Rozmandan 28 maydan. 28 mayda. Təndir var. 11-in astanovkası dayanacağı. Ondan üzbəyüzdə Rozman var. Oradan aldım. Onunla 90 qəpiyə bunu aldım. Bir də İsananın bu məhsulunu aldım. Bacım çox tərifləyirdi. Ona görə mən də sınamaq istədim. Siz də sınamısınızsa rəylərdə bildirərsiniz. Bu vloqluq da bu qədər izlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, səsim gəlir. Hələlik.